Salam dostlar, hoş gördük sizi. Ümid edirəm işləriniz qaydasındadır. Bugün bildiğiniz kimi dünyanın her yerində beynəlxalq Qadınlar Günü kimi qeyd olunur və bugün əslində düşünürəm ki, mübarizə aparan qadınların günüdür. Bu qadınlar kimə və nəyə qarşı mübarizə aparırlar? Yəni bu 8 Mart simvolu nəyin simvoludur? Məhz patriarxalığa və ya kişi hegemonluğuna qarşı mübarizə aparan qadınların mübarizəsini simvolizə edən bir gündür. Əgər o qadınlar olmasaydı, yəni tarixdə biz baxanda əgər o qadınlar olmasaydı, bugün bəlkə də bu videonu izləyən qadınlar bu videonu izləyə bilməzdi. Bu qadınlar zaman zaman məhz kişilərin uydurduğu, formalaşdırdığı və tabuya çevirdiyi adət-ənənəyə sadiq qalmalarına qarşı çıxaraq, daha doğrusu o adət-ənənəyə qarşı çıxaraq mübarizə aparmış və o adət-ənənəni dəyişmiş qadınların günüdür. Hər zaman bu adət-ənənəyə qarşı çıxan qadınlar məhz bu kişilər tərəfindən onları istismar edən, onların üzərinə hansısa belə deyim etiketlər yapışdıran, namus, qeyrət kimi etiketlər yapışdıran bu kişilər tərəfindən hər zaman damğalanıb. Əgər biz 100 il bundan qabaq geriyə getmiş olsaq, biz görərik ki, ilk dəfə təhsil almağa gedən qadınlara fahişə damğası vurulub. İlk dəfə səhnəyə çıxan qadınlara fahişə damğası vurulub. İlk uzağa getməyib, biz bir 20-30 il bundan qabağa getsək, ilk dəfə şalvar geyinən qadınlara fahişə damğası vurulurdu. Eynək taxan qadınlara fahişə damğası vurulurdu. Biz 2000-ci ilin ortalarına getmiş olsaq, İlk dəfə sosial şəbəkədən 2008-2009-cu illərdə ilk dəfə sosial şəbəkələrdən istifadə edən qadınlara fahişə damğası vurulurdu. Və bugün əslində həmin o qadınları istismar edən geri zəkalı kişilərin damğa vurduğu fahişələrin belə deyim, o damğanı özünə o damğadan qorxmayaraq, daha doğrusu o adət-ənənələri dəyişən qadınların günüdür. Baxın, o qadınlara təbrik düşür. Amma bugün həmin günün mahiyyətini tamamilə dəyişərək nəyə çeviriblər? İl boyu o kişilər tərəfindən onların mülkü olmaqdan həzz alan və ya bununla barışan qadınlar bugün məhz o kişilərdən, onları əzən, onları istismar edən kişilərdən hədiyyə gözləmə gününə çevrilib. Bunun əslində özü bu günün mahiyyəti ilə taban-tabana ziddir. Çünki o kişilərin məhz qurduğu hegemonluğa qarşı mübarizə aparan bir qadın, o kişilərdən onları il boyu əzən, onları il boyu istismar edən kişilərdən hədiyyə gözləməyin və bununla da dəyərləndirmənin hiss etməsi bugünün fəlsəfəsi ilə taban-tabana ziddir. Ona görə mən düşünürəm ki, o qadınlara təbrik düşmür. Bu təbriki məhz kişi hegemonluğuna qarşı mübarizə aparan, özünü şəxsiyyət kimi qəbul edən, şəxsiyyət kimi dərk edən, kişinin namusu, qeyrəti, kişinin malı, mülkü olması deyil, məhz bir azad qadın olmasını dərk edən və bununla qürurlanan qadınları təbrik edirəm. Siz əgər fikir verirsinizsə, biz qadın azadlığından danışanda məhz həmin o gerizəkalı kişilərin ağlına gələn ilk şey əxlaqsızlıq olur. Çünki bu kişilər heç zaman qadını azad görə bilmirlər. Onlar özlərindən o qədər yekə düşünürlər ki, o qədər özlərindən razıdırlar ki, onlar düşünürlər ki, əgər qadın azad olacaqsa, o mütləq mənim kimi hansısa bir kişi ilə cinsi əlaqəyə girmək istəyəcək. Çünki kişilərin təəssüflər olsun ki, düşüncəsi bundan ibarətdir və bunun da kökünə biz varanda təəssüflər olsun ki, biz gəlib məhz dinə, inanca çıxırıq. Bu hər bir ölkədə belədir. Təkcə İslamla bağlı olan bir məsələ deyil. Çünki məhz dinlər qadınların istismarı üzərində qurulur, formalaşır. Çünki kişiləri məmnun etmək üçün qadınları istismar etməklə kişilərin diqqətini çəkir və kişiləri cəlb eləyir. Ona görə də biz bütün dünyaya baxsaq, həmin ölkələrdə, həmin cəmiyyətlərdə qadınlar istismar olunursa, bilin ki, həmin cəmiyyətlərdə dinin rolu həddindən artıq yüksək olur və həmin cəmiyyətlər inkişaf edə bilmir. Bugün Azərbaycan kimi avtoritar bir ölkələrdə hakimiyyətin güclənməsinə ən çox töhfə verən əgər bir sinif varsa, təəssüflər olsun ki, bu da kişilərdir. Çünki məhz həmin o diktaturanı evlərində qurmağa çalışırlar. Onlar qadınlara insan kimi, şəxsiyyət kimi baxa bilmirlər.
Onlar qadınlara məhz mülk kimi, onları məmnun etməli olan bir varlıq kimi baxmağı tövsiyə edirlər. Ona görə azad qadın bu kişiləri çox qorxudur, həddindən artıq qorxudur. Onlar düşünürlər ki, dediyim kimi, əgər qadın azad olarsa, onlar bizim qurduğumuz bu qayda qanunu alt-üst edəcək və mütləq bu qadın onda o zaman əxlaqsızlıqla məşğul olacaq. Çünki düşüncələri məhz bunlardır. Zaman zaman bu qanunlara, bu tabulara qarşı çıxan qadınlar bugün onların hesabına siz sosial şəbəkələrdən istifadə edirsiniz. Onların hesabına sizin telefonunuz var. Onların hesabına siz təhsil ala bilirsiniz. Qorxmayın. Bir daha təbrik edirəm sizi. Sağ olun ki, varsınız. Sağ olun ki, bu qanunları dəyişirsiniz. Ədaləti bərpa etmək uğrunda mübarizə aparırsınız. Bugün məhz həmin o qadınlardan 8-i Azərbaycanda həbsdədir. Niyə həbsdədir? Çünki məhz kişi hegemonluğu üzərində qurulmuş avtoritar bir cəmiyyətin, avtoritar bir sistemin rəhbərliklərinin oğurluq işlərini ifşa etdikləri üçün həbsdədirlər. Mən o qadınlarla fəxr edirəm. O qadınlarla eyni ölkənin vətəndaşlığını paylaşdığım üçün fəxr edirəm və o qadınlar başda olmaqla onun kimi digər qadınları təbrik edirəm. Sağ olun ki, varsınız. Bayramınız mübarək.